Mətbəxə ilk dəfə girənlərin belə asanlıqla hazırlaya biləcəyi, tam ölçülü, kövrəklikdə sərhəd tanımayan, ağızda əriyən qozlu kətə reseptini təqdim edirəm. Yoğurma qabına 500 qram un və 250 qram doğranılmış kərə yağı əlavə edək. Yağı una bulayaraq, əlimizlə ovaraq umaç hazırlayaq. Mən soyuq yağı doğrayıb istifadə etdim. Siz istəyirsinizsə yağı biraz dondurub, una bulayaraq sürtkəcdən də keçirə bilərsiniz. Kimə necə rahat gəlirsə. Hazırladığımız umacı 1 çay qaşığı qabartma tozu və 1/3 çay qaşığı duzla qarışdıraq. Başqa bir qabda 20-25% yağlılığı olan xamanı 1 ədəd yumurta ilə qarışdırırıq. Xamalı yumurtanı da umacın üzərinə əlavə edib bir növ qatlayaraq yoğururuq. Qeyd edim ki, bu xəmiri çox yoğurmaq olmaz. Biraz toplandısa, xəmir halını aldısa kifayətdir. Hava almayacaq şəkildə paketə büküb hələlik soyuducuya qoyuruq, buzluq hissəsinə yox. İçli üçün bir qabda 250 qram üyüdülmüş qoz ləpəsi, 200 qram şəkər tozu, 1 çay qaşığı hil, zövqə görə darçın da əlavə edib qarışdıraq. Mən 1/3 çay qaşığı darçın əlavə etdim, məncə çox yaraşır. Son olaraq 40 qram əridilmiş kərə yağı da əlavə edib içliyi hazır edirik. Həm içliyi, həm də xəmiri 2 bərabər hissəyə bölürük. Ehtiyac olduqda az-az un səpərək, xəmiri tərs düz çevirərək nazik yayırıq. Mən kənarını kəsdim, amma şərt deyil, siz kəsməyə də bilərsiniz. Bir yumurtanın ağını sarısından ayırırıq. Sarısını sonda kətənin üzərinə çəkmək üçün kənara qoyuruq. Ağını isə yaydığımız xəmirin üzərinə çəkirik. Yumurta ağı sayəsində həm bükərkən, həm də kəsərkən içlik dağılmır. Xəmir kimi 2 bərabər hissəyə ayırdığımız içliyin yarısını üzərinə yayırıq. Əlimizlə hamarlayıb xəfifcə üzərinə basırıq. Qatlayaraq bükürük. Hər qatladığımızda da üzərinə xəfifcə basırıq. Ayırdığımız yumurta sarısını 1 çay qaşığı südlə birləşdirib bükdüyümüz rulonun üzərinə çəkirik. Çəngəllə cızıqlar çəkib dilimlərə bölürük. Və yaxud əvvəlcə dilimlərə bölüb sonrasında yumurta sarısı çəkirik. Məncə ikinci üsul, yəni dilimlərə ayırdıqdan sonra yumurta sarısı çəkmək daha rahatdır. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada alt-üst rejimdə qızaranadək bişiririk. Ərzaqların miqdarını yazılı olaraq da videonun açıqlama hissəsində qeyd etdim. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun deyirəm. Ümid edirəm ki, videonu bəyəndiniz.